Allah, ya Allah, ya Allah, ya Allah. İlah əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şər'i olan hacətlərimizi rəva elə. Bütün xəstələrə, yaralı əskərlərimizə şifaya acil mərhəmət elə. İlahi, bu torpaqları qoruyan əskərlərimizi, zabitlərimizi ağla gəlməyən bəlalardan hifz elə. Cəbhə bölgəsində olanların hamısını sağ-salamat öz ailələrinin yanına qaytar. İlahi, şəhidlik zirvəsinə uzalan əzizlərimizin ruhunu elə bu anda bizə duası qərar ver. Onların ruhunu elə bu cümə günündə İmam Hüseyin ağaya qonaq elə. Qiyamət günü o şəhidləri bizə şəfaətçi qərar ver. İzzətin xatirinə xalqımızın izzətini əlindən alma. İşğaldan azad elədiyimiz torpaqları qorumağı bizə nəsib elə. İşğaldan azad elədiyimiz torpaqlarda izzətlə, ləyaqətlə yaşamağı bu xalqa qismət elə. Bu xalqa layiq olduğu şəkildə yaşamağı nəsib elə.